Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələlər Komitəsi bugün iclasında yeni qanun layihəsi ortaya çıxardıb. Yəni qısası bu deməkdir ki, insanlar, valideynlər, mahiyyət belədir, yəni mən durub indi onu vergülünə qədər deməyəcəm. Mahiyyət belədir ki, insanlar öz uşaqlarını dinə məcbur edə bilməzlər. Yəni dinin tərbiyəsi sən demə fiziki və s. uşaqlara psixoloji problemlər yarada bilər. Yəni bu hardan qaynaqlanır mən bilmirəm. Onda o məntiqlə dindar valideynlər də deyə bilər ki, uşağın məsələn psixoloji tərbiyəsinə şaxta baba pis təsir edə bilər, qarqız pis təsir edə bilər, kösa, keçal pis təsir edə bilər. Nə bilim, balaca uşağa 3 yaşlı topik geyimlər təsir edə bilər. Yəni cırıq şalvar təsir edə bilər. Yox, sən bunlar heç bir təsir etmir, amma hicab təsir edə bilər. Biz hansı yolla gedirik? Yəni bu nə yoldur biz tutmuşuq? Azərbaycanda bu anti-İslam. Biz şəxsiyyət vəsiqələrinə hicabı həll etmək əvəzinə biz yeni bir hicaba qadağalar uşaqlıqdan artıq qoymağa, buna bir qanun layihəsi hazırlayıb, buna artıq bir plazdarm verir ki, hicaba yeni hücumlara başlayaq. Bəs ölkənin başçısı Fransaya İslamofob deyir. Fransada şəxsiyyət vəsiqələrinə hicab olar. Avropada sizin o sevdiyiniz, öldüyünüz, sino getdiyiniz Avropada məktəb yaşlarında uşaqlar kilsəyə aparılır. Məktəb dərslikdə din dərslikləri var. Tövrat öyrədilir. Ölürsünüz də sino gedirsiniz Avropa üçün, İsrail üçün, Amerika üçün. Yaxşı, bunlarda belədir. İsrailin, Amerikanın rəhbər şəxsləri Tövratdan, İncildən statlar gətirirlər. Vəd olmuş torpaqlardan danışırlar. Yaxşı, bu hamısı belə din möhümatsa, din təhlükədirsə, din psixoloji mənfi təsirdirsə, yaxşı, bəs sizin itaət etdiyiniz, ibadət etdiyiniz, biyyət etdiyiniz Qərbdə bunu deyir axı. Bunun liderləri belə deyir. Bəs İslam'a gələndə bu dinin təsiri yada düşür. İslam'a gələndə hicab problemi yada düşür. Yəni İslam'a gələndə meçidlərin bağlanması yada düşür. Kilsələrə pul xərcləyirsiniz tikməyə, insan rahat şəkildə xaçını taxır, yahudi papağını taxır, ona bir söz deyir, ona aid heç bir qanunlar yoxdur. Amma hicaba gəldikdə artıq plazdarm hazırlaşır, bunun artıq uşağı namaz qılmağı məcbur etmək olmaz, hicab taxmaq kim zaten məcbur edir ki, yəni? Onda yəni eyni məntiqlə uşağa mini yubka geyindirmək də məcbur etmək olar, topik geyindirmək də məcbur etmək olmaz, mini yubka geyindirmək də məcbur etmək olmaz, cırıq şalvar geyindirmək də məcbur etmək olmaz, bunun təbliğatını aparmaq da məcbur etmək olmaz. Mən Azərbaycanlılar minlərlə elə ailə tanıyıram ki, müasirlik, sekulyarlıq adından uşaqlarını elə tərbiyə edirlər. Onda o məntiqlə onlara da qanun çıxardın da. Amma bir müsəlman öz uşağına İslam dəyərlərini artıq təbliğ etməyə başlayanda siz ayılırsınız ki, bu psixoloji bir təsir edə bilər. Psixoloji təsir o deyil. Psixoloji təsir məktəblərdə 14 yaşlı qızlarımızın narkotik qəbul etməyidir. Psixoloji təsir barlarımızda 15 yaşlı yeni yetmə qızlarımızın spirtli içki qəbul etməyidir. Psixoloji təsir məktəbli qızlarımızın ad günlərində şampan içməyidir. Bu hamısı psixoloji təsir deyil. Amma hicab geyinmək sən demə, psixoloji təsir oldu. Yəni bu İslama fob Avropa deyib, Avropa İslamofobdur, biz Türk İslam dünyasını gedirik deyib, hər dəfə İslama əleyhinə aid qanunlar çıxartmaq, icad etmək, bu nəyin nəsidir? Bu kimin nəsidir? Yəni mən artıq sual tapa bilmirəm. Yəni bilirsiniz, bu insanların niyə hissiyatlarından oynuyorsunuz? Niyə mərdi qova-qova namərd edirsiniz? Niyə bu insanları, bu ölkənin müsəlmanları ən bədbəxt, ən hüquqsuz kəsimidir bu yetimlər? Hicabların normal taxa bilmirlər, problemlər yaradırsınız. Şəxsiyyət vəsiqəsindən tutmuş məktəblərdən, universitetlərdən başlayaraq, iş yerlərindən başlayaraq, namaz qılmağa hansı bir dövlət işində biri namaz qılır, ona başlayırsınız təzyiq etmək, namaz qılma işdən çıxardaraq, ged evində qıl yine, bura namaz qılmağa yer deyil. Digər məsələlərdən hər şeydə onsuz da bu bədbəxt kəsim saqqal saxlayıb polis bölmələrində saqqalını qırxdırırsınız. Bu hamıya məlum olan məsələlərdir də. Amma indi müsəlman saqqal saxlayanda olmaz elə təhlükədir. Amma indi müxtəlif cür saqqallar saxlanılır və bu artıq dəb halına çevirib. Amma buna bir təhlükə deyilmi? Bəs yaxşı, biz üz qırxmaq sekulyarlıqdırsa, bu müsəlmana gələndə bu yada düşür.
Bəs indi də hamı saqqal saxlayır. Onu da bir bölmədə apar birinin saqqalını qırxdır da. Ümumiyyətlə saqqal qırxdırmaq fərq etməz. Bu dinə görə edirsə və yaxud da belə edirsə olmaz. Amma yəni ona qaldı ancaq din yadınıza düşəndə siz belə edirsiniz. Yəni bu Azərbaycanın onsuz da biz görürük də hər şeyi görürük. Dövlət olaraq 5-6 gədə güdən əlində bədbaxt olub qalmısınız. Onlara belə bacara bilmirsiniz. Yəni bu nədir? Deyir, eşeğe gücümüz çatmır, palayla oynuyorsunuz. İndi biz bu ölkədə yaşayırıq deyə hər cür bizim üstümüzə getməlisiniz. Siyasi hüquqlarımızı əlimizdən almısınız, dini hüquqlarımızı əlimizdən almısınız. Mən uşağımı tərbiyə edirəm İslam dini ilə. Sən kimsən ki, mənə durub ağıl verəsən ki, bu psixoloji bu sən şey edirsən, olmaz, sən psixoloji təzyiq edir. Psixoloji təzyiq sənin o barlarda sigaret çəkən qızlarındır. O da psixoloji qızlarını məhv eləyən səni, qızlarımızı məhv eləyən. Onsuz da artıq evlənmirik. Boşanma sayı pik nöqtəsində, toylar azalıb, şadlıq evləri bağlanıb, mərasim evlərinə çevrilib. Toylardan çox yaslar çoxalıb. Onsuz da degradasiya oluruq hər bir baxımdan. Xalq olaraq fiziki baxımdan degradasiya oluruq, mənəvi baxımdan degradasiya oluruq. Onsuz da məhv olub gedirik. Bu xalqı ayaqda saxlayan İki şey var. Biri dindir, biri mentalitetidir. İkisini də anasını ağlatdınız. Mentalitete mental tualet deyə ələ saldınız. Müasirlik, sekulyarlıq deyə ələ saldınız. Ölkənin artıq televiziya kanallarına bax gör mentaliteti. TikTok'unu aç, Facebook'unu aç, Instagram'ını aç. Gör mentaliteti. Sosial medyasından tutmuş televiziya medyasını, həyatını aç. Gör ki mentaliteti nə gündədir. Bu göz qabağındadır. Kişilərdə qeyrət, namus qalmayıb, qadınlarda əxlaq qalmayıb. Yəni ki, biabırçılıqdır. Din qalıb, onu da əlimizdə alıb. Nə olacaq ki? Kommunistlər əlimizdən aldıq. Yağbal içində olduq mu? Kommunistlər dini əlimizdə geriçilik aldı. Cavan qızlarımızı pambıq əkdirirdiniz. O pambıq əkərkə, o pambıq dərmanları ilə cavan qızlarımız uşaq doğa bilmirlər. Uşaq doğanda da uşaq əlir doğulurdu. Belə o nəsli məhv elədiniz. Cavan xanımlarımızı fəhlə işlətdiniz, nə bilim, tarlada işlətdiniz və buna qadın azadlığı dediniz. Belə bizim xanımımızı, xatunumuzu qul elədiniz. Buna azadlıq dediniz. Kommunistlər bunu belə bu cür azadlıq dedilər. Liberallar da, demokratlar da gəldilər, müasirlik, Avropa, sekulyarlıq dediniz, xanımlarımızdan katibə elədiniz. Barda, nə bilim, əylənən, nə bilim, sənətkar adı ilə müxtəlif mənəviyyatsızlığa, əxlaqsızlığa duçar etdiniz. Bunu qadın azadlığı adlandırdınız. Yəni, öz ərinə xidmət etməyi, bunu qeyridə qalmışlıq, geri zəkalıq etdiniz. Amma işdə öz müdürünə xidmət etməyi, buna qadın azadlığı dediniz. Bu belə məhv olur. İndi xalq olaraq bu cür, indi də bu cür məhv oluruq. Yəni qadın ölkənin gələcəyidir. Sən qadını bu cür səhv əqidənə məhv, azadlıq deyib səhv əqidənə məhv olsa, bunun uşağı olmayacaq sabah. Onsuz da Avropa doğru gedirik. Qadınlarımız qocalıb birazdan pişik saxlayacaqlar. Necə Avropa deyilir. Avropa ölkələrində bu artım problemi var. Xahiş edirlər ki, başqa ölkələrdən gəlin bizə artın nəslimizi. Kişi qalmayıb bizdə. Azərbaycanı da o günə qoymaq istəyirsiniz. Müxtəlif o azadlıqlar adına çıxardırsınız da müxtəlif o klonları, sosial media, o blogerləri, nə bilim, jurnalist adı ilə, nə adı ilə durub sizin hər qanununuzda, özdə İslama aid hər qanununuza ümumiyyətlə bəhbətlə təbliğ edirlər, əl çalırlar və buna müasirlik deyib, güya siz mövhumatla mübarizə aparırsınız. Mövhumat qadınlarımızın nə gündə olmağının göstəricisidir. Ərə getmirlər qızlarımız. Uşaq doğmurlar qızlarımız. Mövhumat, təhlükə odur. Oğlanlarımız əvvəl sigaret çəkməyə cəmaətin yanında utanır. İndi qızlarımız açıq sigaret çəkir. Adamın üzünə pülüyür o tabakı. Mövhumat, təhlükə budur. Ölkənin gələcəyinə təhlükə budur. Hicab deyil. Gedin baxın, məktəblərimiz nə gündədir. Yeni yetmələrimiz artıq oğlanlarımız yox, qızlarımızın əlində şprislərdir məktəblər. Bakı şəhərində, Bakının mərkəzində, rayonlarda, barlarımız 16 yaşda evlənmək olmaz, amma 14 yaşda cinsi əlaqəyə girmək olar. Budur təhlükə, budur mövhumat, budur geridə qalmış. Bu bütün bizim hamısı bu şeylər qanunumuzda yazılır və qanunlaşdırılır və ölkə, xalq olaraq
Genofondumuz məhv olunur bu. Bu hamısı da necə 20-ci əsrdə kommunizm adı ilə, bərabərçilik adı ilə edilirdisə, indi isə liberalizm, demokratiya, sekularizm adı ilə edilir. Və bunu kimlər təbliğ edilir? Ən yüksək səviyyədə təbliğ edilir. Olunur bunlar. Rusun işğalına müasirlik deyirlər. Yaxşı ki, Rus bizləri o vaxt işğal etdi və bu millət vəkili deputat səviyyəsində, komitə rəhbəri səviyyəsində deyilir. Bir komitə rəhbəri bunu deyir, o biri komitə rəhbəri deyir, mən qanun çıxardacağam, hicab təhlükədir, bu dini tərbiyə təhlükədir. Hara gedirik biz bununla? Azərbaycana hara varırsınız? Yəni, Qarabağ müharibəsində bu euforiya tam başınıza alıb sizi, uçursunuz euforiyadan. Bu xəstəlikdir. Ermənilər necə 94-cü il o euforiya, o xəstəliyə duçar oldular. 44 gündür biz onlara o qapazımızı vurduq. İndi də eyni qapazı istəyirsiniz təzədən biz o ermənilər kimi o xəstəliyə duçar, hər şey biz düz eləyirik deyib, eyni qapaz bizə mi dəysin? Yəni, müsəlman dünyası sonda deyirəm, hansı 30 ildən sekulyarlıq deyib inkişaf etmişsiniz? Güldüyünüz mollalar Erdoğan molla deyib, Erdoğan hakimiyyəti Türkiyəni Teksun səviyyəsindən gətirdi, hansı səviyyələrə çıxartdı? Türkiyənin həmən o bayraktarların həm də hesabına biz müharibəni qalib gəldi. O bayraktarların hesabına biz 3000, yox 13000 itki verə bilərdik, 3000 itki verdi də həmçinin. Amma molla dediyiniz Erdoğanın, molla hakimiyyətinin o texnoloji innovasiyaların hesabına biz həm də qısa müddətdə blitzkrieg elədik də. Molla dediyiniz İran 3000 kilometri raket uçurdur Sibirə. 3000, üzr istəyirəm, 10.000 kilometrik. 3000 idi, artıq 10.000 olub. Bizim ümumiyyətlə 100 kilometrik uçan raketimiz var. Yoxsa siz müasir olub, sekulyar olub, nə etmişsiniz ki siz belə? Hansı bir icadınız var ki, ona buna molla müfhumatçı deyib? Nədir? Müasirlik topikdə gəzməkdir, cırıq şalvarda gəzməkdir, siqaret çəkməkdir. Müasirlik o deyil. Müasirlik icaddır, inkişafdır. Hansı bir son 30 ildə icad inkişaf qoymusunuz ki, hələ durub İslama da, İslam dininə riayət edənləri də müfhumatçı deyəsiniz, onların uşaq tərbiyəsinə belə müdaxilə etməyə başlayasınız. Ay, Bahar Muradova, sənə kim o hüququ verib? Sən 30 ildə hakimiyyətdəsən, bir barmağı tərbiyə, sən bu xalq olaraq əvvəl vitse-spiker idin, indi komitə rəhbərsən, nə xeyrin dəyib sənə? Və digərləri, eynən, hakimiyyəti təmsil edənlər durmusunuz bu anti-xalq bu qərarları, qanunları qəbul etməkdə davam edirsiniz.